Bu möhtəşəm qəlyanın altını məktəbli uşaqları çox sevəcək. Bir qaba 6 stəkan un, su, duz, maya əlavə edib sadə xəmir yoğururuq. Daha sonra xəmiri 30 dəqiqə dincəlməyə qoyuruq. Soğanı doğrayıb qızarana qədər qovururuq. 2 orta boy kartofu rəndədən keçirib qızarmış soğanın üzərinə əlavə edirik. Mən 2 formada içlik hazırladım. Kartoflu və toyuqlu. Daha sonra qızarmış soğanın üzərinə çəkilmiş toyuq əlavə edirik. Biraz qızardıb sobadan götürürük. Dincəlmiş xəmiri isə 8 hissəyə bölüb yumurlayırıq. Xəmiri yaydıqdan sonra üzərinə yağ əlavə edirik. Burada 2 xəmiri üst-üstə yerləşdirib üzərini yağlayırıq. Daha sonra bıçaqla göstərdiyim formada kəsib üst-üstə qatlayırıq. Biraz da bu formada dincəlməyə qoyuruq. Dincəlmiş xəmirimizi isə yenidən açırıq. Bıçaqla hissələrə ayırdıqdan sonra içliklərini yerləşdiririk. Daha sonra isə üçkünc formada bükürük. Çəngəl ilə kənarlarına forma veririk. Üzərinə isə yumurta sarısı və çörək otu əlavə edirik. Öncədən qızdırılmış 200 dərəcəli sobada qızarana qədər bişiririk. Hazırlayan hər kəsə nuş olsun.